Qoşunlarımızın bütün cəbhə boyu əks hücum əməliyyatına başlaması barədə qərar verildi. Ermənistan işğalçı dövlətdir və bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq, bizim işimiz haqq işidir və biz zəfər çalacağıq. Ali Başkomandanımız Azərbaycan xalqını təbrik edir. Cənab Ali Başkomandan, biz söz veririk ki, bütün işğal olunmuş torpaqlarımızda üç rəngli bayrağımız dalğalanacaq. Bugün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun 9 kəndi işğaldan azad edildi. Bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cənab Ali Başkomandanın rəhbərliyi altında Füzuli şəhərində Azərbaycanın üç rəngli bayrağı qaldırıldı. Füzuli bizimdir, Qarabağ Azərbaycandır. Füzuli! Allah saldatlarımızı korumuş inşallah. Muhterem Cənab Prezident, Cənab Ali Başkomandan, əmrinize uyğun olaraq məruz edirəm ki, Zəngilan şəhərinin ətraf əraziləri işğaldan azad olunmuşdur. Zəngilan bizimdir, Qarabağ bizimdir. Muhterem Prezident, Cənab Ali Başkomandan, sizin əmrinizə əsasən Qubadlı şəhəri işğaldan azad olunmuşdur. Qubadlı şəhəri haqq yolunda. Bax, yumruq kimi biri. Mahtallık diyesen. Cənab Ali Başkomandan, sizin rəhbərliğiniz altında Şuşa şəhəri işğaldan azad edildi. Qarabağ Azərbaycandır. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Budur. Şuşa artıq Azərbaycanındır. Cənab Ali Başkomandan, Ağdam rayonu işğaldan azad olundu. Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibəti ilə ürəkdən təbrik edirəm. Muhterem Prezident, Cənab Ali Başkomandan, Azərbaycan Respublikasının dövlət bayrağı Kəlbəcər şəhərində dalğalanmaqdadır. Əziz Kəlbəcərlilər, gözünüz aydın olsun. Doğma rayonunuz işğaldan azad olun. Muhterem Prezident, Cənab Ali Başkomandan, Azərbaycan Respublikasının dövlət bayrağı Laçın şəhərində dalğalanmaqdadır. Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Salam əskər. Bizim qədər heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə
hazır olmamışdı. Bütün Azərbaycan xalqını Zəfər günü münasibətilə ürəkdən təbrik edirəm. Qarabağ